ötürmə gəlir qapı qarşısına. Qapıcı Rəşad Əzizli. Səliqəli oynadı. Dərhal irəli göndərir topama burada. Komanda yoldaşlarının kimsə yoxdur. Paulin bir qədər uzaqda idi. Balao. Rüfət. Rüfətdən yenə Balao'ya. Balao. Kimə? Burada heç kim yox. Geri. Azqla top ikisi olacaqdı. Səbail Bağırovdan qapıcı Rəşad Əzizli ötürmə. Amma Rəşadın ötürməsi bir qədər qüvvətlidir. Top meydandan çıxır. Hələlik Şamaxı hücumdadır. Balao'dan ötürmə cərmə meydançasında Msanqanı düşündü amma Rəşad Əzizli qabaqladı burada Msanqanı. Yusif Nəbiyev təzyiqlə topu aldı Şamaxı rəqibdən. Şuaybudan ötürmə. Rossi çəkdi, zərbə indirir, top qapı dirəyinə dəydi. Top Səbailindir. Tuvəlzadədən qapıcıya ötürmə. Rəşad Əzizli penaltini dəf etdi. Msanga irəliyir. Msanga Balao'ya ötürmə. Balao'dan zərbə qapıcı Rəşad Əzizli dəf edir bu zərbəni.